olaraq nəzər salacağıq və keçid alacağıq yeni elementlərimizə də. Ona görə də hamı diqqətli olsun. Oğlanlardan başlayaq yoxsa qızlardan? Xanımlardan olsun. Keçid alırıq xanımlarımıza. Deməli, açacağıq əllərimizi yana sağ tərəfə. Barmaqlarımız həmişə söyləmişəm ki, baş və orta barmaq bir-birinə yaxındır. Əlimizin içini açırıq yuxarı 1. Əllər gəlir sol tərəfə. Sağ əlimizi aşağı edirik, sonra qaldırırıq yuxarı 3. Fırlananda əllərimizi yığırıq, açırıq yanlara 4. İndi sol tərəfə edirik 1. Sol tərəfə əlimiz gəldi, sağ əlimizi açırıq yana. Aşağı qaldırdıq yuxarı. Yığırıq əllərimizi sinəmizə, açırıq yanlara 4. 1, 2, 3. Əllər yığıldı, açdıq 4. 1, 2, 3. Əlləri yığdıq sinəyə, açdıq 4. 1, 2, 3. Burada fırlanacağıq, açırıq əlləri 4. 1, 2, 3. Əllər yığıldı, açdıq 4. İndi ayaqlarımızı göstərirəm. Qalxırıq barmaqlarımızın ucuna pəncəyə. Eləyirik 1, 2, 3. Sol ayağımız gəldi qabağa. 4-cü vəziyyətdə ayağımızı saxlayırıq. Fırlanırıq. Ayaqlarımızı bir qədər, dizlərimizi bükürük. 4. Qalxırıq yenə pəncəyə. 1, 2, 3, 4. Fırlandıq. Dayandıq 5. 1, 2, 3, 4. Fırlandıq 5. 1, 2, 3, 4. Fırlandıq. Dizlərimizi büktük 5. 1, 2, 3, 4. Fırlandıq. Dayandıq 5. 1, 2, 3, 4. Fırlandıq və dayandıq. İndi eləyirik əllə. Hansı tərəfə gediriksə, əllərimizi mütləq o tərəfə açacağıq. Eləyirik 1, 2, 3, 4. Əllər qalxdı. Fırlandıq. 5. 1, 2, 3, 1, 2. Fırlandıq. Dayandıq 5. 1, 2, 3, 1, 2. Fırlandıq. Dayandıq. 1, 2, 3, 1, 2. Fırlandıq və dayandıq. Və bu hərəkətə uyğun oğlanlarımız da öyrənmişdik. Sonra oğlanlarla bərabər eləyəcəyik. Əllərimiz necə olacaq Ömər müəllim? Aha, eləyirik. 1, 2, 3, 4. Fırlandıq. Açdıq əlləri 5. 1, 2, 3, 4. 1, 2. İndi ayaqlarla eləyək. 1, 2, 3. Ayaqlar gəldi qabağa. Fırlandıq. 4. 1, 2, 3. 1. Fırlandıq və 4. İndi əllə bir yerdə eləyək ayaqlarım. Gedək 1, 2, 3, 1. Fırlandıq, dayandıq. 1, 2, 3. Fırlandıq və dayandıq. Aha, gəlin indi qızlarla bir yerdə eləyək. Oğlanlarla qızlarımız bir yerdə eləyəndə əksinə gedəcəyik. Gedək. 1, 2, 3, 1, 2. Fırlandıq, açdıq əlləri 4. 1, 2, 3, 1, 2. Fırlandıq, açırıq əlləri. 1, 2, 3, 1, 2. Fırlandıq, dayandıq. 1, 2, 3, 1, 2. Fırlandıq, açdıq əlləri. Aha, bu hərəkəti xatırladıq və keçən dəfə qızlarla mən bir element də öyrənmişdim. Onu istəyirəm yadımıza salaq. Şeytanım yaralı,
olan bir neçə elementə qısaca olaraq nəzər salacağıq və keçid alacağıq yeni elementlərimizə də. Ona görə də hamı diqqətli olsun. Oğlanlardan başlayaq yoxsa qızlardan? Xanımlardan. Olsun. Keçid alırıq xanımlarımıza. Deməli, açacağıq əllərimizi yana sağ tərəfə. Barmaqlarımız həmişə söyləmişəm ki, baş və orta barmaq bir-birinə yaxındır. Əlimizin içini açırıq yuxarı 1. Əllər gəlir sol tərəfə. Sağ əlimizi aşağı edirik, sonra qaldırırıq yuxarı 3. Fırlananda əllərimizi yığırıq, açırıq yanlara 4. İndi sol tərəfə edirik 1. Sol tərəfə əlimiz gəldi, sağ əlimizi açırıq yana. Aşağı qaldırdıq yuxarı. Yığırıq əllərimizi sinəmizə, açırıq yanlara 4. 1, 2, 3. Əllər yığıldı, açdıq 4. 1, 2, 3. Əlləri yığdıq sinəyə, açdıq 4. 1, 2, 3. Burada fırlanacağıq, açırıq əlləri 4. 1, 2, 3. Əllər yığıldı, açdıq 4. İndi ayaqlarımızı göstərirəm. Qalxırıq barmaqlarımızın ucuna pəncəyə. Eləyirik 1, 2, 3. Sol ayağımız gəldi qabağa. 4-cü vəziyyətdə ayağımızı saxlayırıq. Fırlanırıq. Ayaqlarımızı bir qədər, dizlərimizi bükürük. 4. Qalxırıq yenə pəncəyə. 1, 2, 3, 4. Fırlandıq. Dayandıq 5. 1, 2, 3, 4. Fırlandıq 5. 1, 2, 3, 4. Fırlandıq. Dizlərimizi bükdük 5. 1, 2, 3, 4. Fırlandıq. Dayandıq 5. 1, 2, 3, 4. Fırlandıq və dayandıq. İndi eləyirik əllə. Hansı tərəfə gediriksə, əllərimizi mütləq o tərəfə açacağıq. Eləyirik 1, 2, 3, 4. Əllər qalxdı. Fırlandıq. 5. 1, 2, 3, 1, 2. Fırlandıq. Dayandıq 5. 1, 2, 3, 1, 2. Fırlandıq. Dayandıq. 1, 2, 3, 1, 2. Fırlandıq və dayandıq. Və bu hərəkətə uyğun oğlanlarımız da öyrənmişdik. Sonra oğlanlarla bərabər eləyəcəyik. Əllərimiz necə olacaq Ömər müəllim? Aha, eləyirik. 1, 2, 3, 4. Fırlandıq. Açdıq əlləri 5. 1, 2, 3, 4. 1, 2. İndi ayaqlarla eləyək. 1, 2, 3. Ayaqlar gəldi qabağa. Fırlandıq. 4. 1, 2, 3. 1. Fırlandıq və 4. İndi əllə bir yerdə eləyək ayaqlarım. Gedək 1, 2, 3, 1. Fırlandıq, dayandıq. 1, 2, 3. Fırlandıq və dayandıq. Aha, gəlin indi qızlarla bir yerdə eləyək. Oğlanlarla qızlarımız bir yerdə eləyəndə əksinə gedəcəyik. Gedək. 1, 2, 3, 1, 2. Fırlandıq, açdıq əlləri 4. 1, 2, 3, 1, 2. Fırlandıq, açırıq əlləri. 1, 2, 3, 1, 2. Fırlandıq, dayandıq. 1, 2, 3, 1, 2. Fırlandıq, açdıq əlləri. Aha, bu hərəkəti xatırladıq və keçən dəfə qızlarla mən bir element öyrənmişdim. Onu istəyirəm yadımıza salaq. Necə saçlarımıza tumar çəkəcəyik. Deməli, barmaqlarımızı saxlayırıq. Sağ tərəfdə söylədiyim kimi Azərbaycan xanımlarının hamısında lap belə əvvəldən saçları uzun olub, hörükləri olubdu və biz rəqs eləyəndə də saçlarımızı 2 dənə hörüb bu cür hörüklərimizi göstəririk. 1, 2, 3, 4. 1, 2,